Yox, elə olmayıbdı. Deyimdə nətər olubdu. Lukashenko ilə söhbət edirdik, bir də gördüm Çinin prezidenti gəldi. Gəldi. Lukashenko ilə görüşəndə mən də qalxdım görüşüm. Deməli, ondan bir neçə dəqiqə əvvəl mən Tokayevlə görüşmüşəm, oxşuyurlar axı, elə bilmişəm ki, Çinin prezidentidir. Görüşmüşəm, sonra da gedib Çinin prezidenti ilə görüşəndə elə bilmişəm ki, Tokayevdir. Bunları səs almışdım. Orada da deməli, Çinin prezidenti gələndə şübhələndim. Qalxdım görüşüm, sonra özümü yanılmamaq üçün oturdum yerimə. Bir xeyləkdən sonra gördüm ki, bu Lukashenko ilə o tərəfdə söhbət eləyirlər. Lukashenko deyir ki, bu kimdir də? Tanımayıbdı məni. Lukashenko da gördüm deyir ki, bəs Ermənistanın varsapetidir. O da deyir ki, Ermənistan haradır, bax belə. Lukashenko 44 günlük müharibə deyəndən sonra bu məni tanıyıbdı. Əvvəl, yox, tanımamışım, yoxsa salam verərdi.